Ağa müəllim, bir məsələyə də münasibət bildirmək istəyirəm. İstəyirəm siz də buna bir münasibət bildirirsiniz ki, yəni dinimiz də bildirir ki, qəbir yerlərinin müəyyən vaxtdan sonra yoxa çıxması məsələsi olmalıdır. Amma bugünkü gündə deyərdim ki, tam tərsinədir. Daha dəbdəbəli bir qəbir daşları və hətta üzərlərinə QR kod yapışdıranlar belə var ki, buna da istəyirəm münasibət bildirəsiniz. Yəni biz artıq bu tərəfdən danışırıq, amma bəzi belə deyək insanlar həmin o qəbir daşlarının üzərinə QR kod vururlar, nə bilim hansısa başqa şəkillər vururlar ki, telefon vasitəsilə QR koda girirsiniz, oradan onun haqqında məlumat əldə edirsiniz. Yəni bu texnologiya deyəsəm bu istiqamətdə də inkişaf edir. Tabii ki dünyamız bu yeni inkişaf etmiş teknolojiyayla, süni zeka anlayışlarıyla dolu ve hayatımızın bütün istikametlerine sirayet ediyor. Dediğiniz gibi hatta qəbirlərimizin içərisinə qədər, QR kodlara qədər gedib çıxıb. Açığı bazı tendensiyalar var ki, onun qarşısını almaq kifayət qədər çətindir. Amma din elə bir yol, elə bir istiqamətdir ki, insana həmişə saadəti, doğruluğu, o sadəliyi, təvəzzükarlığı təbliğ edir, dəvət edir. Və təbii ki, mən inanıram ki, bir çox din adamları və inançlı adamlar qəbir daşlarına bu qədər, dediyiniz qədər əhəmiyyət vermirlər. Çünki biz qəbir daşına deyil, qəbirin içinə hazırlanmalıyıq. Quran-ı Kərim də söylüyor ki, Allahın o göndərdiyi əcəl İstəyir insan alim olsun, istəyir çilingər olsun, istəyir zəngin olsun, istəyir fəqir olsun. Bir gün gələcək ki, insan o əcəl onun könül qapısını döydüyü zaman geri dönmür. O kullu nəfsin zəiqatil maut Quran-ı Kərimin ayəsindəki hər kəs ölümü dadacaq. Yəni ölümlü bir dünyada yaşayırıq. Elə bir həqiqətdir ki, istisnası yoxdur. Ona görə biz uzaq bir səfərə, axirət səfərinə çıxırıq. Bu səfəri o betonların, dəmir divarların arasında yox. Gerçəkdən mütəvazı bir qəbirin içərisində, üzümüz qibliyə yönəli və başımızın üzərində belə deyək, duaların edildiyi, ehsan sözü bəyət edilmiş, yeməklərin yox, yaxşı işlərin görüldüyü bir havanın içərisində bizi göndərsəydilər daha gözəl olardı. Nəinki gördüyümüz kimi o böyük israfları, sanki böyük bir yarış var. Quran-ı Kərimdə deyir, Əlhəkumut təkəsur həttə zurtumul məqabir. Dünya sizin başınızı o qədər deyir qatdı ki, bir də gözünüzü açdı ki, o məqbərələrdəsiz, məzarlıqlardasız. Artıq ömrümüz sona çatıb. O dünya insan bir dəfə gözünü açır, bir dəfə də gözünü bağlayacaq. Bu kiçik zaman diliminin intervalının içərisindəyik. Ona görə əbədi həyatımıza, qəbirə həyatına doğru hazırlanmağa çalışmaq əvəzinə yenə də biz zahirə fikir veririk, dəbdəbiyə fikir veririk, oradakı bahalı daşlara fikir veririk ki, onların heç birisinin orada yatan zata zərrə qədər xeyri yoxdur. Əksinə ziyanı var.